Mayın 7-sində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Yasamal Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Milli Konstitusiyadan tam suverenlik zirvəsinə, Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru mövzusunda tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədi yaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev bir-birindən siyasi ideoloji və sosial-iqtisadi cəhətdən tamamilə fərqli olan iki tarixi mərhələdə, istər SSR dönəmi, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı milli inkişafa xidmət edən ardıcıl və məqsədyönlü siyasət həyata keçirməklə xalqımız üçün talih yüklü uğurlara imza atmışdır. 1993-cü il oktyabrın 3-də xalqın mütləq dəstəyi ilə Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyev milli maraqlardan irəli gələn vəzifələri ardıcıl həyata keçirməklə Azərbaycanın real müstəqilliyinə nail oldu. Məqsədyönlü siyasət nəticəsində milli birliyin, sabitlik və təhlükəsizliyin təmini, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, iki tərəfli münasibətlərin bərabər hüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi və digər mühüm addımlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini və beynəlxalq münasibətlər sistemində rolunun artmasını təmin etdi. YAP sədrinin müavini bildirib ki, ümummilli lider 2003-cü ildə xalqa müraciət edərək dövlətçiliyimizin qorunub inkişaf etdirilməsi naminə Azərbaycanın gələcəyinə dair aydın baxışını ortaya qoymuşdu. Xalqımız Heydər Əliyevin müdriklik və uzaqgörənliyinə sonsuz inamı bir daha nümayiş etdirərək Cənab İlham Əliyevə qətiyyətli dəstək və yüksək etimad göstərməklə siyasi varisliyi təmin etdi və bununla da ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın əzmkar mövqeyi sayəsində möhtəşəm uğurlar qazandı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin diplomatik məharətinin real nəticəsidir. Dövlət başçısının sərəncamı ilə elan olunan Konstitusiya və Suverenlik ili çərçivəsində keçirilən tədbirlər Azərbaycanın möhtəşəm zəfər yoluna, tam suverenlik zirvəsinə yüksəlməsinə hərtərəfli nəzər salınması baxımından böyük əhəmiyyət daşıyır. Tahir Budaqov Heydər Əliyev irsinə sonsuz ehtiram və sədaqət nümayiş etdirməklə prezident, partiyanın sədri İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan naminə çalışmağın hər birimizin ümdə vəzifəsi, həm mənəvi, həm də siyasi borcu olduğunu xüsusi qeyd edib. Yaşasın Heydər Əliyevin bizlərə və gələcək nəsillərə əmanəti olan müstəqil və qalib Azərbaycan. Eşq olsun Azərbaycan Respublikasının prezidenti, partiyamızın sədri Cənab İlham Əliyevə. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov, Ulu Öndər Heydər Əliyevin bütün həyatını Azərbaycan xalqına və dövlətinə həsr etdiyini bildirib. Onun sözlərinə görə Ulu Öndər Heydər Əliyev Sovetlər Birliyi dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə də müstəqilliyi əbədiləşdirən uğurlu
uğurlu bir yolun başlanğıcını qoydu. 1993-2003-cü illərdə Azərbaycanın bugünü üçün möhkəm təməl yarandı. Ulu Öndər Heydər Əliyevin vaxtilə dediyi Azərbaycan dünyaya bir günəş kimi doğacaq sözləri bugün gerçəkliyə çevrilib. Azərbaycan bugün tam müstəqil, güclü dövlətdir. Prezident, Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü tam bərpa edib. Hazırda Azərbaycan inkişafının yeni mərhələsini yaşayır. İnanırıq ki, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş Azərbaycan bundan sonra da böyük nailiyyətlər qazanacaq deyə Misir Mərdanov fikirlərinə əlavə edib. Vətən müharibəsi iştirakçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri, Ərazi Partiya Təşkilatının sədri Amil Səfiyev çıxışında bildirib ki, Heydər Əliyevin siyasi irsi Azərbaycan xalqının milli sərvətidir. Sevindirici haldır ki, vətənə sevgi, xalqa və dövlətə xidmət Ulu Öndərin sədrliyi ilə yaranmış. Hazırda isə onun siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən və ölkədə ən geniş sosial bazaya malik olan siyasi partiya, Yeni Azərbaycan Partiyasının fəaliyyətində xüsusi yer tutur. Amil Səfiyev vətən müharibəsinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik, o cümlədən çağdaş hərb tarixinin ən əzəmətli hadisəsi olduğunu deyib. Onun sözlərinə görə xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri olan 44 günlük vətən müharibəsi və qazanılan möhtəşəm zəfər gələcək nəsillər üçün də əbədi qürur mənbəyi olacaq. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Sevinç Qasımova isə bildirib ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti yalnız Azərbaycanın dövlətçilik tarixində deyil, həm də milli irsimizdə, cəmiyyətimizin inkişafında dərin izlər buraxıb. Onun sözlərinə görə Heydər Əliyevin rəhbərliyi dövründə gənclərin inkişafı üçün atılan addımlar bugün də öz bəhrəsini verməkdədir. Bugün Azərbaycan gəncləri Heydər Əliyev ideyalarını, vətənpərvərlik, müstəqillik prinsiplərini rəhbər tuturlar. Vətən müharibəsində şəhid olan gənclərimiz öz qanları ilə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıb, bu yolda canlarını fəda ediblər. Bugün həmin gənclərin xatirəsi bizim üçün yalnız keçmişin deyil, gələcəyin də işığıdır. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.